Bu yayılan xəbərlər ki var, müğənnilərə qadağa qoyulub efirlərə. Hətta mənə bir çox insanlar yazıblar, yığıblar ki, Akşin sənin adın orada keçir. Bunu inşallah mən özüm araşdırıb, aydınlaşdırıb sizə də məlumat verəcəm. Amma qaldı ki, bəzi müğənnilər, bəzi insanlar başqa müğənnilərin efirə qadağa qoyulduğuna görə sevinirlər, eləyirlər, deyirlər yaxşı oldu. Yəni o yaxşı fikir, niyyət deyil. Çünki onlar da evlərində çörək aparırlar, ailəsinə, uşağına, balasına. Ruz qazanıb aparırlar. O şeyə sevinmək olmaz. Düzdür ki, bəzi verilişlərdə, bəzi müğənnilər, bəzi show biznes əhli hədlərini aşırırlar, lazımsız şeylər danışırlar. Amma mən günahı onlarda görmürəm. Sözün düzü, dərinə gedəndə günah onlarda deyil. Çünki siz efirin arxasında baş verən ssenarilərdən xəbəriniz yoxdur. Bir müğənni verilişə niyə çağırılır, ona hansı suallar niyə verilir? Bunlar ssenari olaraq hazırlanır. Hansı müğənniyə şəxsi sual versək, ailəsindən bağlımı, nə bilim, hansı şəxsi həyatından bağlı, hardan qıcıqlandırmaq olar ki, o dilə gəlsin, danışsın, bir reyting əldə olsun. Və yaxud da hansı müğənniyə, hansı müğənninin adını çəkib sual vermək olar ki, onları qarşı-qarşıya qoyaq, onlar da özlərindən çıxsınlar, başlasınlar danışmağa, partlasınlar və verilişlər də beləsinə reyting qazansınlar, partlayış olsun. Bunu mən sizə deyirəm ki, məntiqli düşünəsiniz. Siz efirdə olanı görürsünüz, amma efir arxasında olanları görmürsünüz, yazılan ssenariləri.